فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı olsun bizi izləyən hər bir kəsə. Bugünkü mövzumuz elə keçən dəfəki mövzumuzun davamı ardı hesab oluna bilər. Ümumiyyətlə bizim bu mövzumuz, bundan əvvəlki mövzumuz da gələcək söhbətlərimiz üçün bir müqəddimə rolunu oynayır. Biz hələ əsas söhbətlərimizə keçməmişik. Bunlar sadəcə bir müqəddimədir, bir zəmin hazırlayırıq ki, gələcək mövzumuz, gələcək söhbətlərimiz üçün. Diqqət edin, keçən dəfə biz qeyd elədik ki, bəzi insanlar iddia edirlər ki, Qur'an-ı Kərim müqəddəs deyil. Həmin şəxslər ki, iddia edir ki, Qur'an-ı Kərim müqəddəs deyil, həmin təfəkkür tərzinə malik olan şəxslər iddia edirlər ki, peyğəmbərlər həm də günahkardırlar, peyğəmbərlər günah əhlidirlər. Peyğəmbərləri günahdan pak bilmirlər. Onlar peyğəmbərləri günah əhli bilirlər. Deyirlər, peyğəmbərlər də insanlar kimi günah işləyə bilərlər, günah edə bilərlər. Əlbəttə, bu iddia onların öz iddialarıdır və biz bu iddiaları batil hesab edirik, qəbul etmirik. Çünki Qur'an-ı Kərim və İslam peyğəmbərləri məsum bilir, günahlardan pak və təmiz bilir. Ümumiyyətlə, biz peyğəmbərləri düzgün tanısaq və peyğəmbərlərdə olması lazım olan sifətləri düzgün təhlil etsək, görərik ki, peyğəmbərlərin bu sifətlərin arasında peyğəmbərlərin günahsızlığına, məsumluğuna dəlalət edən sifət mövcuddur. O sifətləri bir-bir nəzərdən keçirək və həmin sifət haqqında danışaq. Bütün peyğəmbərlərdə olması vacib olan sifətlər mövcuddur ki, bu sifətlər gərək bütün peyğəmbərlərdə mütləq ola. Bu sifətlərdən birincisi budur ki, bütün peyğəmbərlər doğru danışan olublar, yəni sidq. Peyğəmbərlər heç bir halda yalan danışmayıblar, hətta zarafat yolu ilə olsa belə. İslam peyğəmbərin bu barədə bir sözü var, buyurur ki, mən də zarafat edirəm, amma heç bir halda yalan danışmıram. Dediklərim, danışdıqlarım doğru sözdən başqa bir şey deyil. İkinci sifəti peyğəmbərlərdə gərək mütləq ola, əmanətdir. Bütün peyğəmbərlər əmanətdardırlar. Heç bir peyğəmbər heç bir halda əmanətə xəyanət etməz. Hətta düşmənlərinə belə xəyanət etməzlər. Üçüncü sifət peyğəmbərlərdə fətanətdir. Yəni, bütün peyğəmbərlər ağıl və idrak cəhətindən ən kamildirlər, ən üstündürlər. Bunun əksi olan axmaqlıq isə bütün peyğəmbərlərdən çox-çox uzaqdır. Dördüncü sifət isə peyğəmbərlər budur ki, təbliğ. Bütün peyğəmbərlər Allahın onlara nazil etdikləri ilahi vəhiyləri, ilahi kəlamları, ilahi hökmləri insanlara olduğu kimi ən kamil şəkildə, ən kamil sürətdə çatdırmağa çalışıblar. Hətta bu yolda işgəncələrə məruz qalıb, hətta bu yolda şəhid olsalar belə, bütün peyğəmbərlər ilahi vəhyi insanlara ən gözəl şəkildə çatdırmağa çalışıblar. Beşinci sifət və haqqında danışacağımız sifət isə budur ki, ismət sifəti. Bütün peyğəmbərlər günahdan pakdırlar, bütün peyğəmbərlər günahdan, xətadan, səhvlərdən uzaqdırlar. Bu ismət sifəti bütün peyğəmbərlərdə mövcuddur və bu ismət sifəti ilə peyğəmbərlər digər insanlardan seçilir. İsmət sifəti, yəni peyğəmbərin məsumluğu, yəni peyğəmbərin günahlardan paklığı. Bütün peyğəmbərlər günah və xətalardan pakdırlar, uzaqdırlar. O kəslər ki, peyğəmbərə günah nisbət verirlər və deyirlər ki, peyğəmbərlər də günah eləyə bilərlər, onlar ya bu ismət sifəti ilə tanış deyirlər, ya da ki, onlar bilərəkdən bu məsələni tərif edirlər. Baxın, keçən dəfə biz mövzumuzda qeyd etdik ki, müqəddəslik mövzusunda biz qeyd elədik ki, Allah Taala özü müqəddəsdir. Allahın sözü olan Qur'an-ı Kərim müqəddəsdir. Həmin o sözü peyğəmbərə gətirən vəhiy mələyi Həzrəti Cəbrail əleyhissalam müqəddəsdir. Ona Ruhul Qudus Quran ayəsi ilə işarə elədik. Həmçinin həmin vəhyin nazil olduğu ərazi, həmin vəhyin nazil olduğu torpaq da müqəddəsdir ki, Qur'an-ı Kərimdə biz buna işarə elədik. Ərzəl müqəddəsə sözü ilə, kəlməsi ilə ki, Allah Taala Həzrəti Musa əleyhissalama vəhy nazil edən torpaqları Ərzəl müqəddəsə adlandırır, müqəddəs torpaq adlandırır. Həmçinin Qur'an-ı Kərimdə digər yerlərdə ki, biz həmin yerləri qeyd etdik,
Allah Taala vəhyin nazil olduğu torpaqları müqəddəs adlandırır. İndi bir sual meydana çıxır. Necə ola bilir ki, həmin vəhyin nazil olduğu torpaq müqəddəs sayılır, amma həmin vəhyin nazil olduğu ürək, qəlb, vücud müqəddəs sayılmasın? Necə olur bu? Deməli, İslam Peyğəmbərin vücuduna ki, Qur'an-ı Kərim bura nazil olub, onun mübarək qəlbinə Qur'an-ı Kərim nazil olub, o mübarək qəlb və onun və Həzrət Peyğəmbərin vücudu da müqəddəsdir. Müqəddəs, yəni biz keçən dəfə qeyd etdik, yəni pak, təmiz, bərəkətli, mübarəkdir. Əgər Peyğəmbərlərin vücudu, əgər Peyğəmbərlərin qəlbi günaha bulaşmış olsaydı, günaha aludə olsaydı, onda o qəlbə, o vücuda Allahın pak və müqəddəs ayələri nazil olmazdı. Deməli, çox sadə şəkildə başa düşmək olur ki, bütün Peyğəmbərlər günah və xətalardan uzaqdırlar və paşdırlar. Bütün bunlardan əlavə, Əhlüsünnənin fiqh kitablarında yer alan bir məsələni də sizin nəzərinə çatdıraq. Əlimdə gördüyünüz bu kitab Əhlüsünnənin fiqh kitabıdır, böyük Şafi ilmi halıdır, 4 məzhəb imamından biri olan İmam Şafinin fiqh kitabıdır. Bu kitabda Peyğəmbərin sifəti ilə bağlı danışılarkən Peyğəmbərin ismət sifəti xüsusilə qeyd olunur və həmçinin Həzrəti Adəm əleyhissalamın ki, bəziləri ona günah nisbət verir, Həzrəti Adəm əleyhissalamın günahdan pak və təmiz olması qeyd olunur. Digər bir kitab, Əhlüsünnənin digər bir kitabını yenə sizə göstəririk. Böyük İslam ilmi halıdır, 4 məzhəb imamından biri olan İmam Əzəm Əbu Hənifənin fiqhinə əsasən bu kitab qeydə alınıb. Bu kitabda Peyğəmbərin günahsızlığı ilə bağlı xüsusi cümlələr var. Onu sizin üçün buradan olduğu kimi oxuyuram. Burada qeyd olunur ki, Peyğəmbərlər məsumdurlar. Onlar gizli və aşkar hər cür günahdan kiçik düşürən bayağı işlərdən tamamilə uzaqdırlar, iffət və ismət sahibidirlər deyə bu kitabda bu məsələ öz təsdiqini tapır. Gördüyünüz bu kitabda bunun əsli türkçədir, Azərbaycan dilində tərcümə olunub və bu kitab bir müddət Əhlüsünnənin mədrəsələrində tədris kitabı olub. Bu kitab dərs edilib bu kitabdan. Bu kitabda da Peyğəmbərin sifətləri ilə bağlı danışılarkən Peyğəmbərlərin günahdan pak olmaları, hətta onların günah etmələrinin mümkün olmamağı təkidlə qeyd olunur. Deməli, aydın oldu ki, bütün Peyğəmbərlər xətadan, günahdan uzaqdırlar. Buna həm ağılla insan bunu qəbul edir, başa düşə bilir, həm də ki, əlimizdə olan dəlillər, sübutlar bizə bunu deməyə vadar edir ki, bütün Peyğəmbərlər bütün günahlardan və xətalardan və səhvlərdən uzaqdırlar, başdırlar. İnşallah gələcəkdə qismət olsa bu mövzular haqqında, hər bir haqqında ayrı-ayrı danışmağa çalışarıq. Allah Taala bizi Peyğəmbərləri həqiqi şəkildə tanıyıb, ona həqiqi şəkildə iman gətirən bəndələrindən qərar versin. Allah amanında.